əziz izləyicilər, mən 4-cü sinifin Çınar yanlar testindən məsələ 5-i, səhifə 117-də məsələ 5-i icra eləyəcəm. Qırmızı və mavi lentin uzunluqları cəmi 1 metr 10 santimetrdir. Qırmızı lent mavi lentdən 50 santimetr uzundur. Mavi lentin uzunluğu nə qədərdir? Yazacağım. Mavi qırmızı cədvəl çəkdik. Burada deyil. Qırmızı lent, yəni qırmızı lent mavi lentdən 50 santimetr uzundur. Yazacağım. 50 santimetr. Uzundur, çoxdur deyəndə, yəni çıxacaq. Cəmi neçədir yaz da? Cəmi 111 santimetr 1 metr 10 santimetrdir. Yəni bu da 110 santimetrdir. Ay sağ ol. Metri santimetre çeviririk. Yazacağım. 110 santimetr, 110 santimetrdən çıxacağım 50. Bərabərdir. 50 santimetr. Santimetri bərabərdir. 110-dan 50-ni çıxanda bərabərdir 60 qalır. Santimetr. 60 santimetr qalır. Uzundur. Mavi lentin uzunluğu nə qədərdir? Bu 60 santimetrdir. Burada 2'də olduğuna görə Ay, sağ ol. 60 santimetri böləcəyik 2'yə. Bərabərdir 30 santimetr. Nəyə görə 2'yə böldük? Çünki burada 2 lentdən söhbət gedir. bəli. İndi içəri yazırsan 30. O da 30 santimetr imiş. Qırmızı da. İndi bizdən nəyi soruşur? Burada deyir ki, mavi lentin uzunluğu nə qədər? Mavi 30'dur. Bəs qırmızı nə qədərdir? Qırmızı. Ora bax. Qırmızı neçə olacaq? Qırmızı 30 üstə gəl 50. yazayım. 30 üstəcə 50 bərabərdir 80. Aha, santimetr. Cavab qırmızı 80. Qırmızı lent 80 santimetrdir. Aha, Cavab aferin. ise B variantı. Aferin. Alqışlayın.